Bismillahirrahmanirrahim. Bugün 28 may 2025-ci il Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Bu açılışda İlham Əliyev şəxsən özü, Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan, Pakistan Baş Naziri Şahbaz Şərif iştirak etdilər. Eyni zamanda bu üç ölkə arasında zirvə toplantısı adında bir tədbir keçirdilər. Təbii ki, deməli, müxtəlif adamlar öz adamları ilə ətraflarına yığıb bir görüntü yaratdılar. Özləri çalıb, özləri oynadılar, dünyaya meydan oxudular. Ay biz beliyik, ay eli, belə gücümüz var, belə filan. Və İlham Əliyev açıqlama verdi ki, biz bir çox ciddi mesajlar verdik. Söhbət hansı mesajlardan gedirdi, yəni anlaşılan deyildi. Və bu, mən istəyirdim bugün sizinlə aeroportlar haqqında, yəni Azərbaycanın İlham Əliyevin tikdirdiyi hava limanları haqqında danışaq və eyni zamanda adını da qoyub beynəlxalq hava limanları, hansı ki Azərbaycana və bu hakimiyyətin idarə etdiyi Azərbaycana bir dənə beynəlxalq hava limanı hələ çoxdur. Artıq bugün sayca 9-cu hava limanı oldu. Bugünkü əslində danışığım hava limanları ilə bağlı, bir də İlham Əliyevin Laçından verdiyi mesajlar, o zirvə toplantısı, üç ölkənin yəni böyük-böyük adlar, böyük-böyük terminlərdən istifadə edib, deməli, cəmiyyəti aldatmağa yönəlmiş oyunları haqqında danışacağım. Əvvəlcə aeroportlar haqqında. Əziz izləyicilər, Azərbaycanda sayca 9 dənə beynəlxalq aeroport var. Buna biz cəmiyyət olaraq, xalq olaraq nə sevinə bilirik ki, heç bir haqqımız yoxdur sevinməyə, çünki real bir şey görə bilmirik. Nə sakit bunu qarşılaya bilmirik, qarşılaya bilmərik. Çünki burada milyonlarla Azərbaycan büdcəsindən vəsait xərclənib, bu binalar, yəni bu aeroport binaları tikilib və aeroport binaların təkcə tikilməsi deyil, həm də aeroport binalarının saxlanılması üçün hər il dövlət büdcəsindən müəyyən vəsait ayrılır. Əvvəl onu deyim ki, son 4 ildə, son 4-5 ildə, yəni işğaldan azad olunan, torpaqlar işğaldan azad olunandan sonra sadəcə 3-cü aeroport, beynəlxalq aeroportun açılışı oldu. Füzuli, Zəngilan və Laçın. Laçın şəhəri, Laçın rayonu Füzuli və Zəngilandan fərqli olaraq dağlıq ərazidə yerləşdiyi üçün orada beynəlxalq hava limanının tikilməsinə şərait, coğrafi mövqe uyğun deyil idi. Bunun üçün onlar Laçın rayonundan təqribən 30 km aralı bir yerdə deməli, təqribən dəniz səviyyəsindən 1700 metr hündürlükdə bir yer ayırdılar. Orada ciddi hazırlanma işləri getdi. Təbii ki, bunlar hamısı vəsaitdir. Və Azərbaycanın dəniz səviyyəsindən ən hündür hava limanını Laçında tikdilər. Bunlar zaten bilirsiniz də, belə bir şeylər bu hakimiyyətin qanındadır. Dünyanın ən uca, hündür bayrağı, dünyanın ən uzun yolu, dünyanın... Yəni, bu cür şeylərlə, mənasız, əhəmiyyətsiz bir məsələlərlə bunlar xalqı aldatmağa çalışırlar. Bu məsələlərdə də yenə də xalqı aldadırlar. Mən bunu izah etmək istəyirəm sizə. Əziz izləyicilər, baxın, bax, bu məsələnin birinci tərəfi. Əvvəla biz baxaq görək ki, bu aeroportun, ümumiyyətlə Azərbaycanda 9 beynəlxalq aeroportun nə işi var? Azərbaycanda belə bir zərurət varmı? Hansı ölkələrdən Azərbaycana o qədər axın gəlir ki, Azərbaycanda bunlar ehtiyac yaransın? Bunlar daxili aeroportlarda deyil, beynəlxalq. Çünki Azərbaycanın daxilinə boylanılır ki, bir tərəfindən o bir tərəfinə 4-5 saatlıq yoldur maşınla. O da zaten bir 20-30 manata ən yüksək, yəni maksimum 20-30 manata bir tərəfdən Azərbaycanın bir başından o başına rahat getmək mümkündürsə,
daxildə zaten aeroportun olması o qədər də effekt vermir. Hələ 90-cı illərdə Lənkəran Beynəlxalq Hava Limanı deməli açılmışdı. Mən səhv etmirəmsə Lənkəran Beynəlxalq Hava Limanı Sovetin dövründən qalıb. Yəni mən səhv etmirəmsə düzdür. Bunun nə vaxt tikildiyinə baxmadım, amma səhv etmirəmsə elə xatırlayıram. O dövrdə də bir neçə reys elədi, sonra o dayandı. Çünki gediş-gəliş yox idi. Hələ onda yollar biraz bərbad vəziyyətdə idi. Hər kəs maşına, taksiyə minirdi və bir neçə saatdan sonra paytaxta çatırdı. Yəni ehtiyac yox idi. Bəs məsələ bundan ibarətdir ki, Azərbaycan daxili hava limanlarına ehtiyac yoxdur. Çünki ərazi balacadır və insanlar daha ucuz vasitədən istifadə edirlər. Maşın bir neçə dəfə təyyarədən ucuz başa gəlir. Beynəlxalq hava limanı adı qoyublar bunlar. Beynəlxalq hava limanı qoyublar. O zaman gəlin baxaq, hansı ölkələrdən Azərbaycana nə qədər deməli uçuşlar olur. Və yaxud da Azərbaycandan hansı ölkələrə nə qədər uçuşlar olur. Zaten 5 ildir quru sərhədləri Azərbaycan bağlayıb. Yəni Azərbaycan ən çox getdiyi Rusiyadır, İrandır, yəni o müəyyən Azərbaycan cənub tərəfi İrana gedir müəyyən alış-veriş üçün. Müəyyən hissəsi deməli şeyə gedir, Gürcüstana gedir. Müəyyən hissəsi Türkiyəyə gedir, yəni işləməyə, orada çalışmağa. Gedirlər orada qul kimi çalışırlar. Qız gəlinlər orada barlarda, restoranlarda sonra yəni bu da ayrı bir mövzunun söhbətidir. Bunun haqqında sonra danışarıq. Baxmayaraq ki, bir dəfə bu mövzuya toxunmuşuq. Və Avropaya zaten çıxış çox məhduddur. Avropaya gedənlər, yəni Azərbaycan xalqının, əhalinin elə bir imkanı yoxdur ki, Avropaya getsin. Və Azərbaycan daxilində də turistik sahəsi üzrə də vəziyyət elə möhtəşəm deyil ki, insanlar ora gəlsinlər, deməli orada istirahət etsinlər, dincəlsinlər. Son illərdə ərəb ölkələrindən bəzilərindən müəyyən axın biz hiss edirdi, müşahidə edirdi və düşünürəm ki, onlar üçün də bu qədər 9 dənə aeroportun tikilməsinə ehtiyac yoxdur. Və Azərbaycanın iqtisadi baxımdan məsələni biz əgər analiz eləsək, yəni əslində baxmayaraq ki, iqtisadiyyat sahəsində yük daşıma daha çox quru yolla və yaxud da su ilə, gəmi vasitəsi ilə ticarət üçün ən əlverişli variantdır. Yəni təyyarə ilə deməli o qədər də sərfəli deyil. Amma biz fərz etsək ki, Azərbaycan bu aeroportlardan, beynəlxalq aeroportlardan ticarət məqsədi ilə istifadə edəcək, iqtisadiyyat baxımından. Azərbaycanın demək olar ki, idxal və ixrac məsələsini müqayisə edəndə Azərbaycanın ixracı elə də bir məhsulu yoxdur ki, Azərbaycan ixrac eləsin. Və idxal məsələsində də yenə də dediyim kimi o aeroportlar o qədər əlverişli deyil. Bax, bir dənə mövzu indi yadıma düşdü, onu deyim ki, bəli, Azərbaycanda biz baxırıq, deməli, 27-sində İlham Əliyev Laçında bəzi obyektlərin açılışını edib. Baxın, görün bu İlham Əliyev özünü nə qədər biabır eləyir. Pirşağı ayaqqabı fabrikinin Laçında bir filialı açılıb və o filialda cəmi 15 nəfər işçi olacaq. Və il ərzində, səhv etmirəmsə, yoxsa ayda 1500 cüt, səhv etmirəmsə ayda 1500 cüt ayaqqabı istehsal edəcək. İlham Əliyev gedib onun açılışını eləyir və çox belə sanki böyük bir ağır sənaye obyektinin açılışını edirmiş kimi orada bu ayaqqabı tikənlər də döşlüklə, yəni şəkil çəkdirirlər, ondan sonra orada deməli ayaqqabı tikmək üçün olan alətlərlə bir görüntülər verirlər. Bu əslində ölkənin iqtisadi vəziyyətini İlham Əliyev özü göstərir. İlham Əliyev özü göstərir ki, mən gəlib 15 nəfərin işlədiyi, 15 işçinin işlədiyi bir fabrikin açılışına əgər İlham Əliyev gəlib, ölkə başçısı, yəni biz burada İlham Əliyev şəxsim yox, ölkə başçısı 15 işçinin işlədiyi bir obyekti gəlib açırsa, ayaqqabı fabrikini açırsa, bu artıq
artıq ölkədə iqtisadiyyatın rəzalətinin yaşanmasıdır. Bu biabırçılıqdır. Sual yaranır ki, bəlkə o 15 cüt ayaqqabını xaricə import eləmək üçün bəlkə beynəlxalq hava limanı Laçında ona görə açılıb. Bu çox ayıb və biabırçı bir vəziyyətdir. Bu məsələni də biz istisna edirik. Əlbəttə bu məsələdə olmur. O zaman deməli başqa bir sual meydana çıxır ki, işğaldan azad edilmiş ərazilərdə 3 dənə aeroportun açılması nəyin nəsidir? Burada daxili gediş-gəliş yoxdur, lakin o ərazilərdə deməli o qədər yaşayış yoxdur. Səhv etmirəmsə, deməli işğaldan azad edilmiş ərazilərə qaytarılan sakinlərin sayı heç 100 minə çatmayıb, səhv etmirəmsə, ümumilikdə. Hər dəfə elə 40 dənə, 50 dənə belə adam aparırlar, hər ayda bir dəfə, 2 dəfə. Bir dənə balaca qazenlə göndərirlər bir 15-20 nəfər. Yəni ondan heç bilmirəm dəqiq, amma mən səhv etmirəmsə 100 mini keçməyib, bəlkə də biraz da aşağıdır. Bunun üçün də yəni heç bir halda beynəlxalq hava limanının orada 3 dənə tikilməsinin heç bir halda heç bir məntiqi nəticəsi, məntiqi bir səbəbi yoxdur, izahı yoxdur ki, bunlar baxı burada niyə tikilib? Bu məsələnin bir tərəfi. İkinci məsələnin tərəfi. Dünyanın heç bir yerində deməli görünməyib ki, bir-birinə yaxın, bu qədər bir-birinə yaxın beynəlxalq hava limanları olsun. Hətta məsələn biz yaşadığımız Avropada gördük ki, məsələn Almaniyada beynəlxalq hava limanları ancaq böyük şəhərlərdədir. Almaniyanın biz əhalisi ilə, iqtisadiyyatı ilə, digər məsələlərlə biz bunların hamısını nəzərə alsaq, görər ki, həqiqətən çox böyük fərq yaranır Azərbaycandan və bu qədər aeroport Almaniyada biz müqayisə aparsaq, yəni əhalisini, ərazisini müqayisə eləsək, iqtisadi gücünü, ixrac məsələlərini, bunların hamısını nəzərə alsaq, görərik ki, Almaniyada belə bir vəziyyət yoxdur. Əziz izləyicilər, biz baxın görürük ki, deməli bu aeroportların tikilməsində indi mən bunun iqtisadi tərəflərini sizə deyəcəm. Yəni iqtisadi tərəfləri deyiləndə bu aeroportların bizə nə qədər xeyir gətirir və yaxud da nə qədər bizə başa gəlir, nə qədər pullar xərclənib, bunlar barəsində danışacağıq biz. Amma əslində onu demək istəyirdim ki, bu aeroportların deməli bizim anlaya biləcəyimiz bir səviyyədə səbəblər yoxdur ki, bu aeroportlar niyə tikilib? Ağla gələn bir məsələ bundan ibarətdir ki, həm torpaqların işğaldan azad edilməsi, həm dərhal orada işğaldan azad edilən kimi dərhal orada birinci görülən iş aeroportların tikintisinə başlamaq oldu. Təsəvvür edirsiniz, 2020-ci ilin noyabr ayında torpaqlar işğaldan azad edildi. 2021-ci ilin oktyabr ayında artıq Füzulidə beynəlxalq aeroportun açılışı oldu. Bir ilin ərzində artıq orada beynəlxalq aeroport tikildi. 22-ci ildə ikinci aeroport tikildi. Bu əslində elə bu fakt kifayət edir ki, biz iddia eləyək, torpaqların işğaldan azad edilməsi bu beynəlxalq bir məsələ idi. Bu təkcə Qarabağ məsələsi, Ermənistan-Azərbaycan məsələsi deyil. Təkcə bu İlham Əliyevin məsələsi deyil. Sadəcə beynəlxalq bir məsələ vardı. Burada göstəriş oldu ki, Ermənistan tərəfi çəkəcək qoşunlarını oradan və sonraki mərhələlərdə də biz bunu açıq şəkildə gördük. Azərbaycan o ərazilərə Azərbaycan sadəcə nəzarət edəcək. Yəni Azərbaycanın deyil, Azərbaycan nəzarət edəcək. Bu barədə yenə də biz kifayət qədər danışmışıq. İndi isə mən mətləbi, demək istədiyim sözü demək istəyirəm ki, mən düşünürəm ki, bu məsələlərdə həm torpaqların azad olunması, həm dərhal orada beynəlxalq aeroportların tikilməsi, bunlar əslində göstərir ki, Azərbaycan Türkiyə vasitəsilə beynəlxalq ciddi təhlükəyə sürüklənir. O təhlükə nədən ibarətdir? Bu da artıq hərbiçilərin işidir. Hərbiçilər bunu təhlil etməlidirlər. Amma mən hesab edirəm ki, Azərbaycan Türkiyə vasitəsilə, məhz Türkiyə vasitəsilə böyük və təhlükəli bir prosesə sürüklənir. Ki, bəlkə də o prosesdən çıxış, dönüş yoxdur. Niyə Türkiyə vasitəsilə deyirəm? Çünki Türkiyənin deməli Qarabağ o 44 günlük savaşda Türkiyənin siyasi aktivliyi və ondan sonraki proseslər və 3 dənə beynəlxalq hava limanının açılışının üçünü də Ərdoğanın etməsi, bu onu göstərir ki, Azərbaycan Qarabağda
böyük bir təhlükə Türkiyə vasitəsilə sürüklənir. Bu məsələnin tam demək olar ki, dəqiq bir versiyasıdır. Bu aeroportların işlər fəaliyyətinə gəldikdə, gəlin baxaq, Azərbaycanda neçə beynəlxalq tipli aeroport var, hava limanı var. Əziz izləyicilər, deməli, Azərbaycanda 6 beynəlxalq tipli hava limanı vardı, 3 dənə də yenisi tikildi, oldu 9 dənə. Ən böyük hava limanı təbii ki, Bakıdadır, Heydər Əliyev adına beynəlxalq hava limanı. İkinci böyüklüyünə görə Gəncə şəhərindədir və üçüncüsü Naxçıvandadır. Biz baxmayaraq ki, deməli, quru sərhədlər bağlanıb və dünyada mən deyərdim ki, avrobiletlərin, təyyarə biletlərinin ən yüksək qiymətdə Azərbaycanda satılır. Buna baxmayaraq, dövlət də buna dövlət büdcəsindən müəyyən vəsait ayırır, yəni hava limanına. Amma yenə də Azal hər il açıqlama verir ki, ziyanla ili tamamlayır, hər il ziyan eləyir, hər il ziyan eləyir. Bunun bir açıqlaması verilmir. Niyə bu qədər dövlətdən pul ayrılır, bu qədər bilet satılır, bu qədər uçuşlar olur? Niyə deməli bu qədər yenə də ziyanla Azal ili yekunlaşdırır? Gəncə və Naxçıvanda da, yəni mən deyərdim ki, təqribən vəziyyət eynidir. Bakını beynəlxalq hava limanı aeroport, yəni Heydər Əliyev adına olan beynəlxalq hava limanını istisna etsək, Gəncə və Naxçıvan o qədər də, yəni Naxçıvanla Gəncə deməli bir az nisbətən işlək vəziyyətdədir. Ondan əlavə gəlir Lənkəran, Qəbələ və Zaqatala beynəlxalq hava limanları. Deməli 6 beynəlxalq hava limanından 3-ü bunlar işlək vəziyyətdə deyil. Deməli Lənkəran da bu günləri uçuş yoxdur orada, nə uçuş qəbul edir, nə oradan uçuş baş verir. Nə Zaqatalada deməli uçuş baş verir, nə də ki Qəbələdə. Deməli Azərbaycanda 6 beynəlxalq hava limanından 3-ü işləmir. Bunlara nə qədər vəsait sərf olunub bunların tikintisinə, dediyim kimi Zaqatala və Qəbələ yeni tikilib. Bunların tikintisinə nə qədər vəsait sərf olunub, mən internetdən axtarış verdim, tapa bilmədim. Bunların büdcəsi nə qədər olub, gizlədilir. Amma məsələ Lənkəranda, Zaqatalada və Qəbələdə bu aeroportların təkcə deməli tikintisi üçün xərcdən söhbət getmir. Onların bu dəqiqə saxlanılması üçün, o aeroport binalarının saxlanılması üçün orada deməli müəyyən hər ay müəyyən xərclər var. Təqribən bu xərclər milyonlara yaxın xərclərdir. Bu xərclər də həmən o beynəlxalq aeroportların saxlanılması üçün xərclənir. Yəni dövlət büdcəsindən hər il havaya səpilir, yəni bu pullar məhv olur, heç bir qazanc gətirmədən bu pullar xərclənir. İndi biz gəlirik işğaldan azad olunmuş torpaqlardakı yeni tikilmiş hava limanlarına. Biz bunun təqribən mənasız və heç bir deməli əhəmiyyət kəsb etmədiyini qeyd elədik. Baxmayaraq ki, bunu müxtəlif izahlar verirlər. Ay bu çox əhəmiyyətliymiş, filanmış, bəsməkanmış. Sadəcə boş sözlərdən, yəni faktlarla və hansı məhsulu daşıyacaq, nə gətirəcək, nə aparacaq, nə qazandıracaq ölkə, bunlar barədə heç bir deməli açıqlama, izahat yoxdur. Hökumət rəqəmlərlə danışmır. Bu məsələlər rəqəmlərin dili ilə danışılmalıdır. Rəqəmlər yoxdur ortada. Və eyni zamanda yenə də deməli nə Füzuli, nə Zəngilan, nə Laçın haqqında elə bir konkret vəsait yoxdur ki, bu aeroportların tikintisinə dövlət büdcəsindən nə qədər pul xərclənib. Təkcə 2021-22-ci illərdə 2 milyard civarında, 2 milyard manat həmən ərazilərin bərpası üçün vəsait büdcədən ayrılıb. Bu vəsaitin də hamısı xərclənib. Təkcə bu var. Amma biz nəzərə alanda ki, Azərbaycan hakimiyyəti bir, məsələn, 200 nəfərlik, 300 nəfərlik şagird üçün bir məktəb binası tikirsə, milyonluq məktəb binası tikirsə, təqribən belədir də, baxın, deməli, araşdırın, görəcəksiniz ki, orta məktəb binalarının qiyməti nə qədərdir. Yəni,
təqribən bir 100 nəfər, 100 şagirdlik məktəb binası tikəndə yarım milyon, 700 min, hətta 800 min, məsələn, Lerikdə illər əvvəl tikilmişdi, milyondan yuxarı bir balaca məktəb milyondan yuxarı vəsait xərclənmişdi. Biz bunu bu müqayisə ilə, yəni müqayisə etsək, bu məsələ ilə müqayisə etsək, görərik ki, yəni daha doğrusu bilərik ki, Laçın, Füzuli və Zəngilan beynəlxalq hava limanlarına nə qədər vəsait dövlət büdcəsindən xərclənib. Və əvvəlcə qeyd etdim, bu qədər vəsaitin qarşılığında Azərbaycana nə qədər dövlət büdcəsinə, nə qədər pul qazandıracaq bu aeroportlar? Heç birinə, heç nə qazandırmayacaq. Bu aeroportlar, yenə təkrar edirəm, Azərbaycan büdcəsinin hesabına, Azərbaycan xalqının hesabına beynəlxalq bir proses üçün tikilir. O proses nədən ibarət ola bilər? O proses Azərbaycan üçün hansı təhlükələr gətirəcək? O proses regionda hansı münaqişəni, növbəti münaqişəni yaradacaq? Çünki Rusiyanın Qarabağ məsələsində susqunluğu, Avropanın yarı deməli könüllü münasibətləri, Amerikanın oradan o cür susqunluğu, elə tam susqunluğu deyə bilərik. Bu məsələlər və dərhal buradakı bu tikinti prosesləri və xüsusən beynəlxalq adı verilən tikintilərin önə salınması və s. bunlar əslində açıq izah edir ki, açıq bizə deyir ki, Türkiyə vasitəsilə Azərbaycanı ciddi təhlükə gözləyir və Azərbaycan Qarabağda ciddi təhlükəyə sürüklənir. Nə yazıqlar ki, yenə də orada əvvəlki illərdə olduğu kimi yenə də Azərbaycan əhalisinin, Azərbaycan xalqının min bir əzab, əziyyətlə böyütdüyü, saxladığı övladları, uşaqları qurban veriləcək. Orada yenə də kasıbın balası öləcək, güllənin qabağına yenə kasıbın uşaqları deməli itələnəcək bu hakimiyyət tərəfindən və əsas maraq da burada Qarabağda əsas maraq beynəlxalq maraqdır, beynəlxalq oyundur və bu təhlükəni də məhz yaradır Türkiyə vasitəsilə bu təhlükə Azərbaycan sürüklənir. İnşallah Allahdan istəyirik ki, Allaha sığınırıq ki, Allah Azərbaycan məzlum, Azərbaycan xalqını qorusun. İnşallah Allah tezliklə bu zalim rejimi zəlil etsin ki, Azərbaycan xalqının canı da bu zalim rejimdən qurtulsun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.